Telefonumda mövcud olan bir video hakkında kısa bir fikir bölüşmək istəyirəm. Deməli, orada bəhs olunan məsələ ondan ibarət ki, bir insan bir şey eləyir, bir şeyə qərar verir və doğru etdiyi halda insanlar daha sonrasında onu dayanmadan yargılamağa başlayır, onu mühakimə edirlər və daha sonrasında adam beyni sönür və sonra başlayır ki, mən artıq buna daha da fərqli bir şey deyirəm, qəsdən yanlış olduğunu bilsəm belə və bunda israr edir. Bu ilk başta izləyiciyə nə qədər xoş görünsə də əslində özü nə qədər yanlışları da əhatə edir. Və mən belə düşünürəm ki, bir insan əgər bir şeyin doğruluğuna inanırsa, digər insanlar onun yanlış olduğunu israr edirsə, onu təhqir edirsə, tənqid edirsə və s. bir çox mənfi halları göstərirsə bu reaksiyalarla, bu o deməkdir ki, sən gəlib onların acığına əvvəlcədən doğru bildiyin bir şey tərk eləyib yanlışı yönəlirsən. Yəni sənin ilk başda etdiyin şey normal, təbii və doğruydu. Sadəcə olaraq sən başqalarına görə, səhv insanlara görə, səhv hərəkətlərə görə acığa başlayıb doğru bildiyin şeydən vaz keçirsən və əslində bu halınla yenə onların etdiyini edirsən, onları dəstək olursan və özünə qarşı çıxırsan başlıca olaraq. Bu səbəbdən də zənn edirəm bu məsələlərdə biraz daha diqqətli olmaq lazımdır. Acığına bir şey etmək deyil də, bir şeyi nə üçün etdiyini bilmək, şuurlu formada ona davam etmək daha əhəmiyyətlidir və doğru olan budur məncə. Sadəcə bölüşmək istədiyim qısa konkret əsas məğz buydu. Ümid edirəm fayda olar. Növbəti videolarda görüşənədək hələlik.